Assalamualaikum əziz izləyicilər. Belə bir ifadə var. Sağlam bədəndə sağlam ruh olar. Yəni fiziki sağlamlıq zehni, ruhu sağlamlıq əsasını təşkil edir. İnsanın hər hansı bir orqanın ağrıması bioloji narahatlıq, əlbəttə psixoloji narahatlığa səbəb olur. Burada mübahisə yeri yoxdur. Hipokrat təsadüfən deməmiş ki, hərəkət hər şeyi əvəz edir. Amma heç nə hərəkəti əvəz edə bilməz. Hərəkət, fəaliyyət, iş bədənin sağlam bədən rəhnidir. Bu isə aydın məsələdir ki, psixi ruh aramlığa gətirir. İnsan fəaliyyət göstərən zaman beyində xüsusi xoşbəxtlik hormonları ifraz olunur. Tibbdə buna serotonin, dopamin, endorfin deyirlər. Qəlbində bir xoş duyğular yaradır, iş, fəaliyyət, enerji verir. Bəs insan bədən və ruhun vəhdətidirsə də, ruhun bədənə təsiri necədir? Yəni, sağlam ruhlu insan sağlam bədənli olar fikrini demək yerinə düşər ya yox. Əlbəttə, bədən ruhu yox, ruh bədəni idarə edir. Bu şübhəsizdir. Onda ruhun bədənə təsirini daha çox qabağa salmalı deyilikmi? Biz düşüncə və hisslərdən ibarətik. Düşüncə və hisslərimiz bədəndə müxtəlif kimyəvi reaksiyalar doğurur. Qəlbimizdə əgər inciklik, narahatsızlıq, depressiya varsa, təkcə baş beyində proseslərə təsir eləmir, tamam hüceyrələrdə qocalma belə sürətlənir. Hətta parapsixologlar deyirlər ki, söyüşlərdə, həmişə təhqirlə danışanlarda, nifrət, qəzəblə alışıb yananlarda həmişə energetik bədənlərində qara ləkə yaranır. O da şişə çevrilir. Energetik bədən fiziki bədənin əksidir. Yəni, bu incə bədəndir, energetik bədən. İnsanlarda fiziki bədəndən başqa bir neçə incə bədənlər var. Əlbəttə, bunu parapsixologlar daha yaxşı bilir. Burada vaxtilə İmsə kimi dahi nə deyirdi? Əsəb qaraciyəri, kədər ağciyəri, keyfsizlik mədəni, stres ürək və beyni, qorxu böyrəkləri yorur. Bunlar tez-tez təkrarlandıqda isə bu orqanlar xəstə olur. Bu, bugün müasir dövrümüzdə psixosomatik tibb adlanır. Yəni, düşüncəmiz, fikrimiz, hisslərimiz, duyğularımız hamısı bədənə təsir edir. Psixosomatik tibb xəstələrin əsasında psixosomatik vəziyyətimiz durur. Ona görə insan həmişə yaxşı kökləməlidir, düşüncəsində, hisslərində. Şeyx Nizaminin uzaqlardan səsi gəlir, Allah üstadlara rəhmət eləsin. İnləmə xəstəyəm, ey filan, deqinən sağlamam, sağlam olarsan. Bu, həm də pozitiv psixologiyadır, özün yaxşı köklürsən, düşüncəndə, hisslərdə saflıq, inam, sağlamlığa, müsbət məsələlərə möhkəm inam, insanın həm də bədəninə təsir edir. Və bizim dinimizdə ruhi xəstəliklər haqqında çox danışılır. Ruhi xəstələrin bədənə təsiri çox böyükdür. Nədir ruh xəstəliklər? Söhbət şizofreniya kimi xəstəliklərdən getmir. Söhbət insanda təkəbbür kimi, həsəd kimi, tamahkarlıq kimi, kin-kudurət kimi xəstəliklərdən gedir ki, bu mənəvi xəstəliklər insana zəhər kimi təsir edir. Daxili zəhərdir. Həm bədəni, həm də ruhu qurudur. Bir ifadəni deyim mən sizə, afərin paxıllığa, nə ədaləti peşədir. Hər şeydən əvvəl öz sahibini öldürür. Əmr-əl-Mömin İmam Əli əleyhissalamın kəlamıdır. Bəli, paxıllıq insanı daxilən məhv edir. İnsan öz paxıllığın qazanında yanır. Öz odunda yanmaqdan dəhşət nə ola bilər? Və bir sıra, əlbəttə bu bir sıra xəstələri gətirib çıxarır. Eləcə də kin-kudurət, bütün orqanları dişləyir. Sevgi olmayan yerdə sağlamlıqdan danışmaq olarmı?
Türkiyədə 110 yaşlı Hayriyə nənədən soruşanda ki, bu uzun ömrünün səbəbi nədir? O təkcə sağlam qidalanmanı demir. Deyir, mənim bu sağlamlığın əsasında hər şeydən əvvəl sevgi durur. Yaxınlarıma, doğmalar, ətrafa sevgi maşıqlaşır, sevgi ilə çalışıram. Sevgisizlik bir bəladır. İnsanlarda eyni zamanda günahlar, xəstəliklər doğurur. Bu xüsusi bir məsələdir. Bəzən onun fərqinə varmırıq. Bir nəfər şikayət edir ki, 1 ildir dəri xəstəliyinə əziyyət çəkirəm, həkimlər əlac edə bilmir. Şeyx Rəcəbəli də bir ariflərdəndir. Arif batini görür, xəstəliklərin səbəbini görür. Deyir, sənin dəri xəstəliyinin səbəbi 1 il bundan qabaq bir xanım Seyidənin qəlbinə dəyməyindir. İşte onun üstünə qışqırmısan, o da inciyib. Ta ondan üzr istəməyincə xəstəlik davam edəcək. Dəri ümumiyyətlə insanlarla bizim münasibətimizin göstəricisidir. İnsan bir adamdan xoş gəlməyəndə onu görən kimi allergiya olur. Bu da təsadüfən deyil. Deyir, onu görəndə allergiyam tutur. Allergiya özü nə deməkdir? Daxili reaksiyadır. Bir şeydən xoşun gəlməyəndə onu görən kimi səndə dəri səpbəsi baş verir, reaksiya baş verir. Görürsünüz, insanın düşüncəsi, hisslərlə bədən xəstəliyinin edən reaksiyası nə qədər sıx əlaqəsi vardır. İnsanda həsəd, daxil narazı, pessimizm, rüşkün olanda da o dediyimiz o maddələr ki, yoxdur, xoşbəxtlik hormonları, serotonin və başqaları dərhal azalır. Bu isə depressiya xüsusiyyəti gətirir. Bunun səbəbini bilmək lazım ki, hardan başlayır bu məsələlər. İnsanda əsasən bu bağışlamamaq, ruh problemli, inciklik, bu xroniki stresdir, enerjini yox eləyir. Əlbəttə, son dövrdə, axırın 20-ci əsrdə xroniki yorğunluq geniş yayılır. İnsan yorğundur, səbəbsiz, həvəssizdir. O deyir, dildə apatiya var, işləməyə həvəsi yox, fəaliyyətə həvəsi yox. Səbəb nədir? Bütövlükdə bu dediklərimizin hamısını yekunlaşdırıb belə demək olar ki, insan qəlbən, ruhən ilahidən uzaqlaşıb, hətta yaradana, taliyə narazılıq göstərir. Bəziləri görsən ki, keçmişi, bugünü qarğıyır. Əlbəttə, keçmiş, bugün gələcək bir nöqtədədir. Onu da gələcəyə yetirərsən. İnsanın taliyində nə baş verirsə, hər nə baş verir, bizim xeyrimizə baş verir. Çünki bu dünyanı idarə edən var, səbəbsiz heç nə baş verə bilməz. Bütün bu baş verənlər ruhun Allaha yaxınlaşmasına xidmət edir. Nə bizi Allahdan uzaqlaşdırır, əlimizdən çıxmalıdır. Heç nəyi Allaha məhəbbətdən qabağa salmaq olmaz. Çünki bizi məhəbbət, bütün hər şeyi Allaha görə sevməliyik. Allah özü məhəbbətdir. Biz o sevgidə yaşamaq da, məhəbbətdə yaşamaq da elə həyatın mənasıdır. Nizamilər, Füzulilər, Dədələskərlər eşdən danışırdı. Eş nə deməkdir? İnsan eşdən ayrı düşəndə o enerji mənbəyindən ayrı düşür, ilahi nurdan. Əlbəttə, onda enerji qalarmı? Onda həvəs alarmı? Və insan bir də özündən narazıdır. Bəzən öz taliyindən narazıdır, özünə bədbin yanaşır, taliyinə bədbin yanaşır. Özünü sevmir insan. Özünü sevməyəndə əlbəttə elə bu özünə qəsdir. Allahın yaratdığı bir varlıq kimi sən özünü necə sevməyə bilərsən? Adam var, özündən zəhləsi gedir, öz fəaliyyətindən, qabiliyyətindən zəhləsi gedir. Səndə elə şey var ki, başqasında yoxdur. Hər şey ilahi, hər kəsə bir şey verir, bir qabiliyyət. O verilən qabiliyyəti, o verilən nemətin qədrini bilmək lazımdır. Göründüyü kimi, üzərində insan gərək işləyə. Üzərində işləyəndə insan həm də başqalarına səbirli, mehriban, xeyirxah olur və onun ətrafında, daxilində insanlıq çiçəklənir.
Beləliklə, bu ruhun və bədənin tarazlığı insan sağlamlığının rəhnidir. Bədən ruhdan, ruhu bədəndən ayırmaq olmaz. Sağlam bədəndə sağlam ruh ol ifadəsi beləliklə bir tərəfli ifadədir. Heç də tam həqiqəti ifadə eləmir. İnsan və bədən və ruhun vəhdəti olduğuna görə gərək ən başlıcası ruhun qarşısına qala, bədən və ruhun harmoniyasına, tarazısına çalışa. İnşallah. Allah amanda.